You're just too good to be true. I can't take my eyes off of you. You've been like heaven to touch. I wanna hold Bu yanda fərdan sevgilər bir təqəli üçün həzirlər alırsınız qəliməyə. Bəs görəsən onlar üçün ən qeyri-adi hədiyyə nə ola bilər? Sevgilər günündə sizin üçün qeyri-adi hədiyyə nə ola bilər? Mənim üçün qeyri-adi bir hədiyyə sevgilimin sevgilər günündə mənə evlənmə təklif etməsi. Sevgilimin mənə hamısında sevirəm. Yanında olması hər bir hədiyyədir. Sırf sevgililer günü olsun diyene yok ama bütün günü sevgilim öz yanımda olsun, o benim için böyük bir hediye. İlin bütün günü benim için sevgililer günü. Çünkü ben sevgilim hep benim yanımda orada ben çok seviyorum. 101 dənə qara rəngli roza. Qara rəng ən sevdiyim rəngdir. Ümumiyyətlə mənə qırmızı roza verəndə ən sevmədiyim bir şeydir. Məncə olar ki, ikimizin şəklini Photoshopla düzəldilmiş, o gəlinin paltarında mən bəy paltarım. Sevgililer günü mənim üçün qeyri-adi hədiyyə. 2 sənə eləmişdi qeyri-adi hədiyyə, evlilik təklif eləmişdi. Mənim üçün sevgililer günü 14 fevral yox, 26 martdır. Yəni ki, yoldaşımla evləndiyim gün. Mənim qıza gülmə evlənməyim yox, onun mənə gülmə evlənməyim var. Birlikdə gedib oturmaq, şaurma yemək.